Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün istədiyiniz kimi xırçıltılı, həm də dadlı olan Napoleon tortunun hazırlanmasını detalları ilə birgə sizinlə bölüşürəm. Elə isə vaxt itirmədən hazırlamağa başlayaq. İlk öncə ərzaqları qeyd edim ki, bizə lazım olacaq 700 qram un, çay qaşığının ucunda duz, 30 qram yağ, 2 ədəd böyük yumurta, 300 ml soyuq su və 1 yemək qaşığı sirkə. İlk olaraq yumurtanın üzərinə sirkəni və suyu əlavə edib qarışdırıram. Digər tərəfdə isə unun üzərinə duz əlavə edirəm. Üzərinə yağı da əlavə edib tək tərkibli kütlə olması üçün əlimlə ovuşdururam. Ardından isə un və yağ qarışımının üzərinə bayaq hazırlamış olduğum yumurta, sirkə və suyu əlavə edirəm. Xəmiri beləcə yoğururam. Xəmiri yoğurduqdan sonra dəzgahı unlayıb xəmiri yayıram. Yaymış olduğum xəmirin içərisinə 400 qram kərəyağı yerləşdirirəm və xəmiri bükürəm. Xəmiri bükdükdən sonra soyuducuya yerləşdirirəm və 2 saat gözlədirəm. 2 saat gözlətdikdən sonra isə çıxarıb yayıram və bu prosesi qeyd edim ki, 2 dəfə təkrar edirik. Dediyim kimi, xəmiri 2 saatdan sonra soyuducudan çıxarıb yenidən yayıram.
Dondurucuda 2 gün saxladıqdan sonra artıq mən tortu bişirməyə başlayıram. Amma siz istəsəz uzun müddət saxlayaraq ehtiyacınız olduğu zaman çıxarıb istifadə edə bilərsiniz. Artıq sonuncu dəfə soyuducudan çıxaranda hissələrə bölürəm və xəmiri yayıram. Xəmirin böyüklüyünə öz istədiyiniz kimi qərar verib həmin ölçüdə də kəsə bilərsiniz. Son mərhələdə isə yaymış olduğum xəmirin kənarlarını səliqəyə salıram. Formaya saldığım xəmiri soba sinisinə yerləşdirib bişirirəm. Bişirəndə üzərinə çəngəl yardımı ilə deşiklər atıram. Qeyd edim ki, xəmirləri 140 dərəcədə quruyana qədər bişirirəm. Gördüyünüz kimi kozların bişmiş halı bu cür görünür. Kremlədikdən sonra da xırçılısının getmədiyini sizə əminliklə deyə bilərəm. Tövsiyə edirəm ki, bu reseptlə hazırlayın və fikirlərinizi mənimlə şərhdə bölüşün. Və əgər videom, reseptim faydalı oldusa, bəyənməyi də unutmayın. Burada isə artıq kremləmə mərhələsinə keçid alıram. Kozları əlimlə ovuşduraraq xırçıltılığını sizə maksimum dərəcədə ötürməyə çalışdım. Ümid edirəm ki, bunu bacara bilmişəm. Və əziz izləyicilərim, videomu bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Və qarşıdan gələn Novruz bayramı münasibətilə hər birinizi təbrik edirəm. Növbəti videoda isə mütləq ki görüşərik. Sağ olun, sağlıqla qalın.